22 may 2025-ci il bir təcili xəbəri diqqətinizə çatdırıram. Zəhmət olmasa burada üstəgəl işarəsi var. Bir dəfə vurmaqla həm TikToka, həm də YouTube'a abunə olmuş olursunuz. Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təfərrüat məlum olub. Qətl hadisəsindən sonra gəlinin anası yoxa çıxıb dəyərli izləyicilər. Sonuncu dəfə qadın qızı qətlə yetirilən gün evdə olub. Hadisədən sonra o yaşadığı evdən çıxıb və bir daha həmin ünvana qayıtmayıb. Qadının harda olduğu barədə dəqiq məlumat yoxdur. Qonşularının dediyinə görə sonuncu dəfə qətl hadisəsi baş verən gün səhər saatlarında görüblər. Həmin andan etibarən qadından məlumat yoxdur. Hadisədən sonra Şirvan şəhər icra hakimiyyətinin nümayəndələri həmin ünvana gəlsələr də onu tapa bilməyiblər. Məlumata görə qadın həmin vaxtdan sonra başqa ünvana köçüb. Mayın 22-sində qeyd edək ki, Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb. İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyid Rəsul Talibzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.